Bismillahirrahmanirrahim. Allahın izni ilə bugün yeni bir risələni oxumaq istəyirəm. Həqiqətən çox faydalı bir risələdir, kitabçadır və hər birimizin bu kitabçanı dəfələrlə oxumağa və həyatımıza tətbiq etməyə ehtiyacı vardır. Kitabça çox gözəl bir mövzu ətrafında yazılıb, gündəlik bizə lazım olan bir mövzu haqqında yazılıb. O mövzu da təcdidül iman, imanın təzələnməsidir. Və bunu da yazan şeyximiz Şeyx Abdurrazzaqdır, İbn Abdülmuhsin Bədir, Allah hər ikisini hifz etsin. Ömürlərini tövhid və sünnə üzərində artırsın. Şeyxin də bildiyimiz kimi Allah Subhanahu taala Şeyx Abdurrazzaq Həfizahullah gözəl moizə qabiliyyəti vermişdir. Həqiqətən Şeyx Abdurrazzaq Həfizahullah qəlb məsələləridir, imanı artıran məsələlərdir, günahlardan çəkinmə məsələləridir. Bu barədə yəni yazdığı kitablar, verdiyi moizələr çox yəni tutarlı və çox faydalı və çox necə deyək belə dəyərlidir. Və Şeyx risələ kiçik olmağına baxmayaraq, kitabça kiçik olmağına baxmayaraq, imanın artma və azalma səbəblərinin demək olar ki, əksəriyyətini zikr edir və ümumi olaraq onlara toxunub. Və Şeyx birinci başlayır. Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə abdihi və rasulihi və xalilihi nəbiyinə Muhammedin və alə alihi və ashabihi əcməyinə məbad. Şeyx Allah'a həmd etdikdən və Peyğəmbər s.ə.və salavat gətirdikdən sonra buyurur ki, فَإِنَّ أَحَمَ مَا يَجِبُ عَلَى الْعَبْدِ إِنَايَةُ بِهِ فِي هَذِهِ الْحَيَاةِ الْإِيمَانِ. Və buyurur ki, qulun ən çox diqqət ayıracağı, etimad göstərəcəyi məqam iman həyatı olmalıdır. Bu həyatda ən çox insanın diqqət yetirəcəyi, müminin ən çox diqqət yetirəcəyi yer iman olmalıdır. فَهُوَ أَفْضَلُ مَكْتَسَبَتْهُ النُّفُسِ. Və deyir, o nəfislərin, yəni qazandığı ən əfsəl, kəsb etdiyi ən əfsəl şeydir. Və hasılatul qulub, və qəlblərin hasil olduğu, qəlblərdən hasil olan ən gözəl bir şeydir. Və nələ bihil abdu rəhbətə fid dünya və ləğrə. Və deyir, qul bu dünya və axirətdə bununla qalxar. Yəni iman, səhih imanla qalxar. Bəl innə kullə xayrin fid dünya vəl əxirə mütəvaqqifun aləl imani sahih. Və deyir ki, hətta deyir, bütün dünya və axirət xeyirləri hamısı sahih imanın səhih imana bağlıdır. Bütün dünya və axirət xeyirlərini insan əldə etməsi üçün mütləq şəkildə onda səhih iman olmalıdır. فَيَنْبَغِي عَلَى كُلِّ عَبْدٍ مُؤْمِنٍ نَاصِحٍ لِنَفْسِهِ أَنْ يَتَفَقَّدَ إِيمَانَهُ وَأَنْ يَنْظُرَ فِي هَذِهِ مَعَ إِيمَانٍ. Deyir, hər bir möminə yaraşan odur ki, öz nəfsində özünə xeyir istəyən, nəsihət istəyən hər bir möminə yaraşan odur ki, imanını axtarsın, araşdırsın, imanında olan imanının halına baxsın. Nəzər salsın imanına. Həl imanuhu fi nəməin və quvvətin və ziyadə. Onun imanı əmin-amanlıqda, qüvvətdə və ziyadədədir, yoxsa yox. Yəni imanı tarazdır, artmaqdadır, güclüdür, yoxsa yox. Əv ənəhu bi xilafə zəlik. Və yaxud da onun imanı onun əksidir. Yəni imanında gücsüzdür, zəifdir, naqisdir. İnsan yəni imana baxmalıdır. Bax gör imanın, şeyx deyir ki, gör imanın güclü artımdadır, yoxsa zəifdir, naqislikdədir. Bəl mə əhvəcə ilə təcdil imani və səhi fi tətmimihi və həzr min munqasatihi və mudafatihi. Deyir, insan ən çox ehtiyac olduğu şey imanında baxmalıdır, səy göstərməlidir ki, onu tamamlasın və onu naqisləşdirəcək və zəiflədəcək şeylərdən uzaq dursun. Və onu gücləndirəcək şeylərə səy göstərsin, can atsın.
فإن الإيمان تعتري أمور كثيرة تنقص فتنة الدنيا وسوسة الشيطان وقرآن الناس وخلط الفساد. Və deyir ki, çünki imana zəiflədə çox şeylər vardır insanda. Misal olaraq, imanı zəiflədən, əskildən şeylərdən, naqisləşdirən amillərdən dünya fitnələri, şeytanı vəsvəsələr və pis yoldaşlar və həmçinin pis insanlarla oturub durulması və həmçinin insana pisliyi əmr edən nəfsinin olması. Və bundan başqa da deyir şeyx, insanın imanını zəiflədəcək, naqisləşdirəcək əməllər vardır. Və həmçinin onun imanını artıracaq səbəblər də vardır. Necə ki buyurur, Rava Hakimin fi Mustadrak və Tabarani fi Mu'camil Kəbir. Hakim rahiməhullah Mustadrak kitabında və Tabarani Mu'camil Kəbir əsərində An Abdullah ibn Amr ibn al-As radiyallahu anhudan Qalə Rasulullah sallallahu Abdullah ibn Ammar ibn As'dan Peyğəmbər sallallahu rivayet edir ki, Peyğəmbər sallallahu belə buyurdu. İnnel imane la yaxlaqu fi cawfi ahadikum kama yaxlaqu thawbu. Fəsəlullaha an yücəddidə imana fi qulubikum. Və sahabə burayı Peyğəmbər sallallahu buyurur ki, həqiqətən sizin içərinizdə olan imanınız paltarın köhnəldiyi kimi köhnəlir. Necə ki bir paltar köhnəlir, həqiqətən sizin içərinizdə olan imanınız da elə köhnənir. Fəsəlullaha an yücəddidə imana fi qulubikum. Və imanınızı təzələnməsini Allahdan istəyin, Allahdan tələb edin, Allaha dua edərək Allahdan istəyin. وصف النبي صلى الله عليه وسلم إيمانا بأنه يخلق كما يخلق الثوب. Peyğəmbər sallallahu aleyhi və səlləm imanın köhnəlməsini vəsf edir bizlərə və həmçinin bizləri elə bir gözəl vəsf edir ki, imanın köhnəlməsi gözümüzün önündə olan bir paltarın köhnəlməsi kimi. Necə ki paltar köhnəlir, hər bir təzə paltar köhnəldiyi kimi, eləcə də iman köhnəlir. Əy ənəhu yəblə və yud'af və yədxulu naqsı min cərra mə qad yaqa fihi marqu min ma'asin və əsəm. Bəlidir, o zəiflər, ona naqisliklər daxil olur. O naqisliklər nədir? Quldan ki, nə ki, asiliklər və günahlar baş verir. Həmin şeylər insanın, paltarın, imanın köhnəldir. وَمَا يَلْقَاهُ فِي هَذِهِ الْحَيَاةِ مِنَ الْمُلْهِيَاتِ وَالصَّوَارِفِ مُتَنَوِّعَةٍ تَصْرِفُ عَنِ الْإِيمَانِ. Və həmçinin onu imandan döndürəcək işlər də, dünya məşğuliyyətləri də və dünyada gələn sıxıntılar da onu imanının köhnəlməsinə səbəb olur. Və həmçinin fitnətil izam tuzhabu cidətil iman və haviyyətihə və quvvətihə. Həmçinin deyir, böyük fitnələr insanın imanının təzəliyin aparır və qüvvətini aparır. Tud'ifu cəmaləhə və husnihə və onun gözəlliyin, yaxşılıqların zəiflədir. Və həhunə ərşədə Nəbi s.ə.v ilə darrə təcdil iməni fi qalb bitəvəccihin sadiq ilə Allah Azza və Cəllə. Və burada Peyğəmbər s.ə.v zərru şəkildə bizləri Allahdan qəlbimizə, sadiq şəkildə qəlbimizin də olan imanı təzələnməyimizi tövsiyə edir. Sadiq şəkildə insan imanın təzələnməsini Allahdan diləməlidir, Allahdan tələb etməlidir. Necə Peyğəmbər s.ə.v buyurur, Fəsəlullaha ən yücəddidə imanə fi qulubikum. Allahdan qəlbinizdə olan imanın təzələnməsini diləyin. Fəməqamu yətlubu təvəccühən sadiqən ilallah. Və bu məqamdır, sadiq şəkildə Allahdan tələb olunmalıdır. Və suələn məlihən yəzidu iman və yəqvih. Elə bir istək olmalıdır ki, həmin istək sayəsində iman artsın, gücləşsin. Ən yücəddidə fi qalbi və ən yumkinəhu fi. Və onun qəlbində iman təzələnsin və məkanı yayıb, məkan salsın. Allahu Cəllə və Liyəqul. Necə Allah Subhanahu taala buyurur, Yusəbbitullahu ləzinə əmənu bil qavli səbiti fil həyati dunya və fil əxirə. Allah Subhanahu taala möminləri gözəl kəlmə sayəsində, tövhid kəlməsi sayəsində
bu dünya və öldüyü günləri onlarda sabit edir. Öldüyü günlər bu dünya və dünya həyatında və bərzəx həyatında, öldüyü gün və bərzəx həyatında onları sabit edir. Həmçinin qəbirdə veriləcək sualda onları sabit edir. Kimləri? Sadiq iman gətirənləri. ولا بد من جهاد النفس ومحاسبتها إلزامها بالله وأطرها عليها أطرا. Və həmçinin deyir, nəfslə hesabat aparmaq lazımdır, cihad etmək lazımdır və ona haqqa ilzam olmağı öyrətmək lazımdır. Necə ki Allah Subhanahu taala buyurur, yəni insan nəfsi ilə mücadilə etməli, nəfsi ilə cihad aparmalı, nəfsi ilə hesabat aparmalı və nəfsini ilzam eləməlidir haqqa tabe olmağa. Necə Allah Subhanahu taala buyurur: "Vellezine cahadu fina lenehdiyennahum subulana ve innallaha lema'al muhsinin." Allah Subhanahu taala buyurur ki: "Vellezine cahadu enfusahum biibtiga mardatina." O şəxslər ki, Allahın razılığı üçün nəfsləri ilə mücadilə aparırlar, nəfsləri ilə cihad aparırlar, onlar müvəffəq olacaq doğru yola. Və Allah Subhanahu taala mühsinlərə kömək edir. Onlara kömək edir öz nəsri ilə və hidayəti ilə. Yəni kimsə Allah üçün çalışqanlıq göstərirsə, nəfsi ilə müharibə aparırsa, cihad edirsə, Allah Subhanahu taala onu müvəffəq edəcək. Nəfsi ilə mücadilə aparmalı insan nəyə? Allahın razılığını qazanmaq üçün. Nəfsi ona nə qədər Allahın narazılıqlarını əmr etsə də, nə qədər ona vəsvəsələr versə də Allahın razılığından qırağa çıxmağa, yenə də insan nəfsi ilə mücadilə aparmalı, cihad etməli, Allahın razılığını əldə etməyə çalışmalıdır. Əgər bunu etməyə çalışarsa, Allah Subhanahu taala onu müvəffəq edər, haqq yolu üzərə sabit qalmağı və Allahın köməyinə və hidayətinə yetişməyi. Və ləbuddə, Şeyx buyurur ki, Əydan min həzr-i şədid min əfdən. Və ləbud, əydan, Şeyx deyir ki, həmçinin fitnələrdən çəkinmək labüddür. Və lə siyyəmə fi həzihi zəmən, əlləzi təkəsərə fihil fitən, əlləzi tədəbül iman. Xüsusən də bu devrimizdə, necə ki, fitnələr çoxalmış, qəlbi zəiflədən fitnələr çoxalmışdır. Bəl kəsirun minhə tə'ti aləd-din min əsasihə və tənquduhu min aslədir. Onların əksəriyyəti dinin əsaslarında gəlir və əsillərini zəiflədir. Yəni insan fitnələrdən mömin çəkinməlidir və xüsusən o fitnələr ki, o fitnələr dinin əsasını zəiflədir. Tövhidi zəiflədir, İslamı zəiflədir. Və iman əsməni şeyin fil vücud. Bilmək lazımdır ki, mövcud olan ən qiymətli şey imandır. Və əğlə kunzun fi həzihi dünya. Bu dünyada ən qiymətli küp imandır. Mən iftəqadahu iftəqada həyətəl haqiqiyyə. Kim onu itirərsə, həqiqi həyat itirər. Fə innəhu la həyətə haqiqiyyətə lil insani bilə iman. Çünki insanın həqiqi həyatı yoxdur, əgər onun imanı yoxdursa. Və əmməl mücərrədə məşi aləl-əqdəm. Lakin ayaq üstə mücərrəd olaraq yeriməyə gəldikdə isə, vəl-əxzu bil-əyd, əllə tutmağa gəldikdə isə, və təkəllüm bi-əlsun, dillə danışmağa gəldikdə isə, vələ dunəl imani billah subhanahu və teala fəhədi həyətun bəhimiyyə. Şeyx deyir ki, insanın mömin, yəni imansız həyatı həyat deyildir. Yəni mücərrəd insanın ayaqları üzərə yerilməsində, əli ilə tutmasında, dili ilə danışmasında heç bir fayda yoxdur. Əgər onun Allaha qarşı imansızdırsa, Allaha qarşı imanı yoxdursa. Fəhəzi həyatı bu deyir, heyvanı bir həyatdır. Liyənnə yəştərə fihil insan və heyvan. Çünki insanla heyvan bunda müştərəkdir. Heyvanın da yeriməsi, heyvanın da gəzməsi, özünü qoruması vardır. İnsanda da bunlar vardır. İnsanla yəni heyvanı fərqləndirən ən böyük amil Allaha iman gətirməsidir. Əmməl həyatul haqiqiyyə fəhiyyə həyatut ta'ati lirrahmani subhanahu və teala. Həqiqi həyata gəldikdə isə o Rəhmana itaət həyatıdır. Həqiqi həyat Rəhmənə olan itaətdə görsənir.
və ittibai Rasul, onun Rəsuluna olan tabiçilikdə görsənir. وَلِهَذَا قَالَ sallallahu aleyhi və səlləm وَلِهَذَا قَالَ Allah azze və cəllə ona görə buna görə Allah Subhanahu taala bu xüsusda buyurur: "Ya eyyuhellezine amenu istecibu lillahi və lirrasuli izə da'akum limə yuhyikum." Ey iman gətirənlər, Allaha və Rəsuluna Əminu billah, Allaha iman edin və təbi'u Rasulə, onun Rəsuluna tabi olun. İstəcibu lillahi və rasulihi bimə inqiyad limə əmara bihi. Allah və Rəsulun sizə əmr etdiklərində əmrlərə tabi olun və sizə qadağan etdiklərini çəkinin. İzə da'akum limə fihi həyatikum minəl haqq. Yəni sizin bu həyatda olan təfsirə bu həyatda olan gözəllikləriniz üçün insan Allahın və Rasulun əmrinə tabi olmalı və qadağalarını çəkinməli. Çünki insanın fayda verəcək şeylər bunlardır. Allah və Rasulunun əmrinə tabi olması və qadağalarından çəkinməsi. Həqiqi həyat da budur. İnsanın yaşayışı, görsənən həyat, həqiqi həyat budur. Allah və Rasulunun əmrlərinə qarşılıq vermək, Allah və Rasulunun qadağalarından çəkinmək. Velhamdülillahi Rabbil alemin.